necə play-ə basacaqsan məsələn? Məsələn, indi qayıtdım. Uzaq. Yuxarıdan Bunların kəsəcəksən. rek olaraq. Ben buna ben bu style'ımdır. Sözler bir tane bakmak istedim görmeden. Şeydir. Benim yerim necədir? Atilla Show, burası dostluğun yeri. Bir araya getirir iki ülkenin sesi. Gözleri... Öncelikle Atilla Show'ya hamınız hoş geldiniz. Siz tamaşaçılar. Klasik ASTV programı kimi başladık. Deməli, bugünkü proqramı Atilla Show'un 4-cü bölümünü çəkirik. Əslində Atilla Show'un məqsədi bu değildi. Alt günü özel bir program hazırlamaya başladım. Sonra el oldu ki bu böyüdü. Spontane gelişen bazı proyektler vardı. Kansız arkası bilinmir. Böyle proyektlerdendi. Deməli, ilk önce ben Çanta TV'nin izahını edeyim. Çünkü her dəfə istəyirəm bunu izah eləmək insanlara. Deməli, Çanta TV normalde hamı öz YouTube kanalını öz adıyla açar. Ama ben öz adımdan değil. Çünkü istəyirəm ki, benim YouTube kanalım biraz genel olsun. Avrupa'da ya da haricdə yaşayanların bir medyası kimi açdım bu YouTube kanalını. Yalnızca mən değil, ileride kimsə öz proyektini açmaq istəsə, o mənim YouTube kanalımda eləyə bilər və yalnızca yani özünün bir fikri olur və biri deyər ki, kitaplar hakkında bir program eləmək istəyirəm. Birisi deyər ki, Almanya'da öğrenciler hansı sənədlərə ihtiyaç var, onlarla bağlı bir program təklif edir. Yəni, müxtəlif ki, bunu bir televizyon, medya kimi gələcəkdə eləmək istəyirəm. Hələ ki, mənə düzdür, amma gələcəkdə yəni ona görə Çanta TV. Çanta TV'də ona görə ki, çantanın içi dolu olur, doğrusu dolu olur. Ona görə Çanta TV'nin belə bir proyekti başlatmaq istedim. Öncələ sizə təşəkkür edirəm gəldiyiniz üçün. Gülşen artık bizim Çanta TV'nin 4. programında iştirak edir. Ama Mehmet sen şeysən. Və hər ikiniz də zəhmət olmasa özünüzü təqdim edin, sonradan mövzuları kəsə bilərik. Mən başlayayım. Mən təşəkkür edirəm dəvət elədiyin üçün. Məhəmməd Nəbzadə, 24 yaşım var. Fransanın Besançon şəhərində yaşayıram. Tələbəyəm və kompüter elmləri üzrə təhsil alıram. IT. Bəli. Ha, peki. Süper. Sana herhangi bir özel soru vereceğim. Strasbourg yoksa Besançon? Strasbourg. Strasbourg. Düşünmədən. Besançon daha balacadır. Həm balacadır, həm bozdur, maraqsızdır. Neçə saatlik yoldu? 3 saat. 3 saat, okey. Tam bir klasik bir alsaz bir şeyler kimi. Sen zəhmət olmasa? Hara baxırıq? Gülşen. Mənə baxıb aslında kameraya baxmasın. Hara baxsın? Okay. Mən Gülşen. Artıq bir ildən çoxdur ki, Strasbourgda yaşayıram. 26 yaşım var. Yarışmaya Bakıdan Yarışmaya Azərbaycandan katılıyorum. Hüquqşünasam bu kadar. Hüquqşünasam bu kadar. Sana bir özel... Yok, bunda tabii hamısı düşəcək. İndi sizə bugünkü mövzumuz eğer ki biraz düşündüm. Çünkü ne deyirəm, Atilla Show'un birinci programı ilə, birinci bölümü, ikinci bölümü, birinci Yılmaz Özəngələr. Birinci bölümü, ikinci bölümü mənim ad günümlə bağlıydı. Sonra elə oldu ki, bu Atilla Show'unu biraz böyütmək istədim. Azərbaycan tələbələri nə düşünür şeylə ilgili. Və üçüncü bölümdə belə oldu. Azərbaycan tələbələrinin bu Avrupadakı çətinliyi və adaptasyon deyək. Sonra adaptasyondan sonra 4-cü bölümdə istəyirəm ki, bu mövzu bugün artıq buradakı biz Azərbaycanlılar, Azərbaycanda yaşayan Azərbaycanlılar biraz tənqid və özümüzlə var. Yəni içimizdə qalan hər şeyi tökülmək istəyirəm. Çünki Avropada yaşayan, yəni Azərbaycanda yaşayan Azərbaycanlılar maalesef xaricdə yaşayan Azərbaycanlıların necə yaşadığını, necə həyatda mübarizə apardığını bilmirlər və həqiqətən çox pis deməyək də bilmədən yorumlar edirlər. Və bunu deməli, Azərbaycanda iki Azərbaycanlılar, məsələn, mənim dostlarım, ümumiyyətlə bir onlarda düşüncə tarzı var ki, ölkədən qaçdın, hər şey güllük göğüstanlıqdır, belə Köpü dildə desək, yələsi qoz tökülüb, orada səni qırmızı xalça ilə gözləyirlər ki, ay gələsən burada hər şey hazır olacaq, amma reallıq tamamilə fərqlənir.
ölkədən çıxdığın anda administrativ problemlər, sənədşünar məsələləri həm Avropada, həm Amerikada, hər ikisində, heç birində asan xidmət və yaxud ona oxşar bir sistem olmadığı üçün xaricdən gələnlər, yəni xüsusilə 3-cü dünya ölkələrindən gələnlər çox böyük problemlərlə üzləşirlər. Amma adı da olur ki, hə, filan kəs Avropada yaşayır. Yəni sanki hər günümüz belə səhər 7-də xoşbəxt əhval-ruhiyyə ilə oyanırıq ki, vau, mən Avropadayam, çox sevincliyəm, amma reallıq bundan fərqlənir. Sadəcə insanlar bunu yaşamadığı üçün hər halda kənardan ancaq müsbət şeyləri gördüyü üçün belə bir fikrə qapılırlar. Onun da bir səbəbi mənə görə biraz sosial media ola bilər ki, məsəl üçün sənin əgər çox yaxın bir tanışın yoxdursa, orada yaşayan falan, daimi ünsiyyətdə olduğun biri yoxdursa, kimsə girir, sosial mediada görür ki, Instagramda filan kəs bir gün İtaliyadadır, bir gün başqa, nə bilim, Fransanı gəzir, o birisi gün Eyfel qülləsinin təpəsinə çıxır, sonra gedir Louvre muzeyinə və s. Ancaq gəzir, tozur, amma çünki insanlar pozitiv şeyləri paylaşır, gəzməklərini paylaşır. Səndə də elə bir təəssürat yaranır ki, vau, hər kəs gəzir, mən qaldım. Nə yaxşıdır bu Avropa. Bir ikinci şey, bəs benim bununla ilgili bir ikonik bir hikayem var, yoxsa? Mənim sırf bir yaxın dostum var, sinif yoldaşım olub. Onunla bağlıdır mən bütün hekayələrim bu kontekstdə. Çünki həmişə o onunla danışanda məsələn mənə yaşayırsan bu həyatı, avro gəlir, Schengen vizası, Avropa ayağının altında gəzirsən, tozursan, neçədən ölkə gəzmirsən və s. Bu tip mənə çox mesajlar atıb. Əsas belə odur, yəni yaşadığım sırf şəxsi olaraq. Gülşən, sən? Əslində eynidir. Sadəcə mənə görə, mənə burada yaşayanda ən çətin şey administrativ problemlərdir, bürokratiyadır. Yəni mənə ən çox təsir edən şey. Qalan deyəndə ki, mən səhərləri xoşbəxt oyanıram. Məndən fərqli olaraq mən çox xoşbəxt oyanıram, çünki Avropadayam. Bu heç, prosta sadəcə Azərbaycanca danışıram. Bəzi şeylər var ki, ön yargılar var. Bu daha çox insanların ora hansı yolla getdiyinə bağlı bir şeylər, yəni bəzi şeylər var. Azərbaycan dilimə görə üzr istəyirəm. Bugün 3 dənə dil işlətmişəm. Ona görə biraz bir bəhanə olmamalıdır. Nəysə. Yaxşı, çox sağ ol. Çalışıram. Mən Azərbaycan dilini əslində mükəmməl bilirəm. Sadəcə bəzən burada ən pis Azərbaycan danışan mənəm, uşaqlar. Bəzən olur ki, qarışdırıram. Məsələn, mən reklamlar keçim buradan. 2024-cü il Eyfel təqaüdünün qalibiyəm Fransa hökumətinin. Və bu insanlarda ümumiyyətlə düşünmürəm ki, bu tək mənə qarşı ünvanlanmış bir sualdır. Düşünürəm ki, bu xaricdə yaşayan hamıya qarşı ünvanlanır ki, heç Azərbaycan hökuməti olsun, dövlət sənə niyə pul verir? Yəni, belə bir sual, bunu bilmirəm, hamıya başa salmağa çalışırdım əvvəlki, yəni, mənə niyə kimsə pul verir? Yəni, kimsə səni niyə oxudur kimisindən? Mən bu onlara başa salamırdım ki, mən uğurluyam və bu, mən sadəcə dost kənar, çünki mənim dostlarım elə fikirləşmir. Mənim öz dostlarım da xaricdə hamısı təhsil alırlar, amma bu kənar və qohumlardan gələn bir şeydir ki, dövlət, bu da məlumatsızlığından gələn bir şeydir ki, dövlət sənə niyə pul verir, nə bilim, başqa dövlət sənə niyə pul verir, nə bilim, İsveç sənə niyə stipendiya verir ki, sən yaşayasan orada, sənə niyə yataqxana verir ki, qalasın orada, yəni bunlar şokla qarşılayırlar bunu. Sən başa sala bilmirsən ki bunu, yəni mən uğurluyam, mən gecə-gündüz çalışıram, mən fransız dili öyrənmişəm. Yəni, məsələn, durub belə bir sual da verirlər ki, məsələn, bəzən, necə gedir ora? Yəni, sonra biz necə gedə bilərik? Yəni, bu asan kimi baxırlar əslində. Bu, tam olaraq da Məhəmmədin dediyi şeyə gəlir ki, bu bütün prosedurlara asan kimi baxırlar. Hansı ki, bu prosedurlara qədər gələn əziyyət, o bədii desək, alın təri çoxdur. Çünki 7-də durub fransız dili dərsinə qoşulmaq, bütün günü, gündə 3 saat fransız dili oxumaq, olsun, mənim 5 il bura gələndə praktiki təcrübəm var idi. Xaricdə konferanslara gedirdim və hansı ki, o konferansların özünün qeydiyyatdan keçməyi sənin 4 saatını alır. Yəni sən oturub, evdə oturub, yəni evdə kimsə oturur, okey, mənim hər hansı bir tanışım da
işə gedir gəlir, evdə oturur, axşamını keçirir. Amma mən işə gedib gəlirdim və bəzən axşam saat 8-də, 9-da işdən gəlirdim və başlayırdım artıq başqa planlarımı həyata keçirməyə və bunu başa düşmürlər. Bunun hamısı məlumatsızlıqdan irəli gəlir, mentalitet mi deyim, bunlardan irəli gəlir. Bir də ikinci bir problem də deyim, təhlükəsizlik məsələsinə görə ki, Avropa hər şey dağılır. Okey, süper yaşayış, amma süper ola necə hər şey dağılır. Yəni bu biraz şeydir ki, yəni çox təhlükəli. Əslində mən deyə bilərdim ki, mən Avropada, yenə Məhəmmədin fərqli, çox xoşbəxt uyanıram. Çünki özümü çox təhlükəsiz hiss edirəm burada. Və bu bəlkə də mənim qadın olmağımdan, bu faktordan irəli gəlir. Azərbaycan mənə görə bir qadın üçün təhlükəsiz yer deyil və bunun da bəlkə də Azərbaycanda, demirəm, mən daha aktiv fəaliyyət, yəni hüquqşünas olduğum üçün bəlkə də mən bunu hiss eləmişəm. Başqa qadınlar bəzən razı olmaya bilər məndən, amma Azərbaycan qadın üçün heç təhlükəsiz yer deyil, fikrimcə. Ola bilər ki, o deyir, metro partlamır, nə bilim şey. Adamın adını çəkmədim da, yəni statı demədim. Elə bir şey yoxdur, amma üçün vəziyyət çox da yaxşı deyil. Bu, mən demirəm ki, durub kimsə məni küçədə döysün. Adi, yəni, balaca hallar belə göstərir ki, bura təhlükəsiz deyil. Bu, təkcə gecə ilə də əlaqədar deyil ki, gecə saat neçədə çölə çıxmaq. Bu, günün gündüz çağından mən danışıram. Yəni, bu şey deyil. Yəni, ona görə deyirəm ki, bəzən belə şeylərdə fikirləşir, amma burada həyat daha təhlükəsizdir. Efendim Siyamot. Şu an çekimdeyiz. Acil mi? Çekim. Çekimdeyiz. Acil mi? Evet, ben satası yapıyorum. Şu an programdayız. Şu an evdeyim. Niye acil? Acil mi bir şey? Çünkü misafirlerim de var. Ondan sonra tamam hadi. Təklik hissi Avropada. Bu da çox önəmli faktordur. Məncə Məhəmməd mən bu mövzuda başa düşər, 5 il sonunda tək tənha yaşayır. Təklikdən 200 kilometr yolla Strasburqa gəlmiş. Bəli. Hə, yəni bu hiss, qəriblik hissi demirəm ha buna. Yəni qəriblik kimi bir şey bunu deməyim, amma təklik məsələsi var. Hansı ki mən öz space-imi, özümlə vaxt keçirməyi çox sevən insanım. Tək qalmağı, özümlə vaxt keçirməyi, amma yenə də insanda bir öz dili ilə tanış insanları görmək yaxşı hiss elətdirir və mədəniyyət fərqi falan. Bunlar onsuz da açıq bir şeylərdir. Sadəcə yargının mən şeyini deyirdim ki... Eğer təklik hiss edirsə, Atilla Düzü hər zaman sizin yanınızdadır. Bunu bir reklam olaraq keçək. Follow etin. Ben sen nasıl fikirləşirsən? Bir iki dənə əlavə edəcəm. Razı olub, razı olmadığım fərqlər var. Azərbaycandakı insanlar bəli, tam anlaya bilmir əksər hallarda ki, sən orada neynirsən, sənə onlar niyə pul verirlər. Onun məncə səbəbi, ümumiyyətlə, onların çox kənardan olan insanların məlumatsızdır, başa çıxmır. Biz də nə zamansa elə olmuşuq. Problem o deyil. Amma araşdırmaq qabiliyyətləri, elementar bulda axtarış etmək və axtardığını analiz etmək, sonra analiz etdiyini anlamaq və təhlil etmək. Bu özü çox böyük bir bacarıqdır. Və bu bacarıqdan çox insan olmamağından əziyyət çəkir. Və bu hamısı gətirib çıxarır ki, insanlar necə getmək lazım olduğunu bilmir, çox istəsə belə və yaxud məsələn, çox gözəl imkanlardan yararlana bilər, imkanlardan xəbərsizdir və yaxud imkanları araşdıracaq, yenə biliyə, bacarığa malik deyil. Belə bu problem var. İkinci məsələ də odur ki, mənim şəxsi fikrimcə niyə Avropalı dövlətlər və yaxud Qərb dünyası, ümumiyyətlə, Amerikanı da indi bura qataq, inkişaf etmiş dövlətlər deyə bilər ümumiyyətlə, niyə belə bir şey edir? Çox sadə beyin axını var. Dünyada beyin axını üzrə mübarizə getdiyi üçün hər bir ölkə özünə maksimum dərəcədə fayda verəcək ən üstdəki 1%lik qismi özünə cəlb eləməyə çalışır və bu cəlb eləmək üçün də bu tip proqramlar, təqaüdlər, iş imkanları və s. təqdim edir ki, ona dünyanın dörd bir yanından ən yaxşı, ən savadlı insanlar gəlsin və maksimum xeyri versin. Belə bir situasiyadır. Qalanda bir də razılaşmadığım məsələ biraz təhlükəsizliklə bağlıdır.
Düzdür, mən bir qadının yerinə danışmağım bəlkə də düzgün sayılmaz. Mən Azərbaycanda mənim yaşadığım təcrübə, yaşadığım həyat hər hansı bir qadının yaşadığı həyatla eyni olmaya bilər. Azərbaycan deyəndə də bir Bakı var, digər regionlar da var, o da ayrıdır. Sırf mən öz perspektivimdən deyirəm ki, amma ola bilsin ki, Avropanın kiçik şəhərləri, Strasburg və yaxud Besançon tipli balaca şəhərlər nisbətən daha təhlükəsizdir. Amma mən düşünmürəm ki, Avropada Skandinaviya paytaxtlarını çıxmaq şərti ilə digər Avropa paytaxtları, metropollər Bakıdan daha təhlükəsiz olsun. Tam tərsidir. Yəni oralardakı təhlükə. Onu mən istəmişəm. Yəni və məncə bu sən qadın və yaxud kişi olsan yenə də heç bir fərq eləmir. Yəni qadın üçün də Avropanın sırf metropolləri daha təhlükəlidir. Nəinki Bakı. Sən Paris məsələn. Paris, Münhen fərqi yoxdur. Məncə bircə Skandinaviya ölkələri istisna hal təşkil edir. Özüm Helsinkidə olmuşam, paytaxtı nə də olsa və orada belə bir hal yox idi. Bəlkə digər amma Skandinaviya ölkələri haqqında da, yəni mənim şəxsi qənaətimcə ciddi problem yoxdur. Varsa da, yəni bilmirəm, özüm gedib təcrübə etməmişəm hələ ki. Yəni orada razı deyiləm sənin fikrindən ki, çox təhlükəsizdir Avropa güllük-gülistanı. Çox razı olmadığım üçün. Mənim bunu deməkdə məqsədim bu cibgirlikdir, adam yəni qətl hadisələri nöqteyi nəzərindən deməmişdim əslində bunu. Tam olaraq mənim öz şəxsi yaşadığım təcrübədən kənara çıxaraq, mənim deyəndə ki, mənim və digər tanışlar, qadınlar, onların yaşadığı təcrübədən ortaya çıxan bir şeydir. Düzü mən Strasburgda yaşayıram, digər Avropa ölkələrinə getmişəm və heç vaxt yəni dediyim faktordan bir təhlükə ilə qarşılaşmamışam. Mən demirəm ki, başqa kriminal hadisələr, yəni Məhəmmədin dediyi kimi ki, təhlükəsiz, Paris, təbii ki də böyük şəhər, əgər o qədər insan orada yaşayırsa, o qədər qarışıqlıq varsa, nəzərə alsaq ki, Bakıda o qədər Azərbaycanlılardır, o qədər qarışıqlıq yoxdur, bu qədər miqrant yoxdur və bu hardasa normaldır biraz. Hardasa. Hə, və mən bunu sadəcə bu nöqteyi nəzərdən demişdim. Yəni digər kriminal hadisələr nöqteyi nəzərdən deməmişdim. Hansı ki heç qarşılaşmamışam, çünki mən də həmişə sakit şəhərdə yaşamağı sevirəm və ona görə Strasburqa, yəni universitet oxumağa gəlmişəm və burada da elə bir şeylə qarşılaşmamışam. Və bu digər şeydə çox üzr istəyirəm sözü. Bu təhlükəsizlik deyil. Digər şeydən ki, ayrımcılıq yoxdur. Bilməm, mənə qarşı yoxdur. O ayrı məsələdir, çünki ayrımcılıq yaşayıram mən. Almaniya ölkələrdə mənə yoxlayırlar. Mən yoxlamıram arkadaşlar. Qara olduğundan da deyəsən. Ayrımcılıq başqa məsələdir. Biz burada tamamilə təhlükəsizlik aspektini. Təhlükəsizlik içində olan şeylərdən deyirəm ki, bəzi şeylər var. İndi Bakıda gecə birdə mərkəzi küçədə gəzməklə New Yorkun küçələrində gəzmək eyni deyil. Eyni təhlükəsizlikdə deyil. Nə şeydir, məsələn, Bakıda həqiqətən deyil. Məsələn, Bakıda birisi səndən siqaret istəsə, desək, saat gecə saat 1-də ki, varsa bir də, desək ki, yoxdur, psixotardır. Amma Parisdə məsələn, ya da ki, Brüsseldə mən yaşamışam ki, siqaret, eski uzun siqaret deyirəm ki, yoxdur, niyə yoxdur deyil falan deyək, bayağı bir də şey deyil. Hörmətli iştirakçılar, bir daha başa salıram. Mən siqaret gətir, hansısa oğlanın, hansısa işini şəxsin. Mən sizə example dedim şey, bu çox şeydir, müsədə məsələ olar. Parmaqsa sallırlar. Böyle. YouTube şey deyər sonra, olayla bu YouTube şey deyir onu, ciddi alır onu. Kəsdim. Kesin. YouTube. Ya xahiş edirəm ciddi alsın bu qadın düşməni. Yazıq canım. Mən artıq 6 ildir Azərbaycandan ayrıldım. 2017-dən çıxmışam. 6 ildir, 8 il oldu. Düzdür. Mən bu yaşadığım müddətdə iki tip insanla, yəni iki tip insan Azərbaycandan onu gördüm. Birinci tip insan oldu ki, mən hansısa bir şey paylaşanda deyirlər ki, Avropa əladır, super, yaşayır, super, qırğın. Keçən dəfə Parisə getdim, 3 ildir Parisə getmirdim mən. 3 ildir Parisə getmirdim. Mənə yazdılar ki, 2 gündən bir Parisdə şunda sən də bana dedim ki, ən son 3 il getmişəm mən.
şeydə biz dostuma görə getmişdim əslində. Çox da belə şey deyil. Çünki Parisdə gedəndə ən son mən özümə söz verdim ki, taksiyə nə pulum olsa versəm, o vaxt gedirdim Parisə. Çünki həqiqətən metro və şeylər, nəqliyyat vasitəsi həqiqətən mənə çox gəlir. Ona görə mən artıq Parisə getmədim. Ayrıca taksi... Sürət qatarı ilə ki. Hə? Parisdə ancaq taksi ilə səyahət. Aynen taksi ilə. Çünki o pulum olduğuna görə Parisə getdim. Çünki həqiqətən mənim o şey... Dar alanda sıxılırsan. Dar alanda sıxıram və metro həqiqətən oradan oraya getmək həqiqətən mənə gəlir. Bu mənə şey çox pis təsir edir. İkinci qısım necə? İkinci qısım bir insanlar var Azərbaycanda. Hansı ki, məsələn, bəzən olur ki, mən çox duygusal bir insanım və 17 yaşımdan çıxsam da belə Azərbaycana biraz özlənmək var, bəzi özlənti var və şeydir. Nə vaxt mən bir özlənmək üçün, çünki mənim bir qısa filmində birisi mənə yorum göndərmişdi ki, Christopher Nolan zaman üçün çəkilsə, Tarantino psixoloji, fəlsəfə üçün çəkilsə, şeydə həmişə qürbət üçün çəkir, rəngində qürbət üçün çəkir. Çünki mənim bütün qısa filmlərim hamısı qürbətə dayanır. Mənim biraz qürbət hissim var. Mən nə vaxt qürbət hissimlə bağlı bir duygusal bir şey paylaşsam, həmin dəqiqədə ki, otur yerində, bura dağılır, bura şey edir, otur yerində elə orada nə özləməyində darıxmaq falan. Bir kəsimdə belə bir qism var, həqiqətən var. Məsələn, biz sizə bir şey anladım. Mən 31 dekabr bizim həmrəylik günləri qısa film çəkəndə mən Cənubi Koreyadan adam axtardım çəkilişə. Mən bir yaxınlığımın aracılığıyla ondan iletişimə girdim. Senaryonu göndərdim və dedi ki, mənə dedi ki, özü teatrda falan aktrisadır bu. Dedim, nə yaxşı. Azərbaycanlı, hə. Özü Cənubi Koreyada yaşayır falan, Seulda. Dedim, Allah yaxşı, rolu yaxşı üstələcək və yaxşı çəkildi. Mənə dedi ki, mən çəkəm, mən bu rolu oynaya bilmərəm, dedi. Dedim ki, rolda elə ki, qürbət istəyəcək, sadəcə bir dənə dolma görəcək və dolmadan duyğulanıb öz ölkəsini xatırlayacaq kimi bir rol idi. Yəni, çox da bir şey deyildi. Mən belədir, mən olsa Azərbaycandan çıxmışam, sevinirəm, mən bunun necə qürbət hissini oynadım burada. Mən sevinirəm ki, Azərbaycandan çıxıb getmişəm falan demək. Belə dedi, mən də dedim ki, okey, yəni, falan gibisən, deyir, sən də şeylə, nə dəxil, sən də ağlını başına yığ, elə bir şeydə belə şey çəkin falan. Yəni, sən, düzdür, həqiqətən, buradakı olan Avropa yaşayan xaricilərin hamısı %60'ı deyək, sevinir ki, həqiqətən ki, burada olur, burada daha azadlı, daha özgür, daha şey deyək, daha içimizi açacaq kimi bir, necə deyirəm, məqam, bir şey var, cəmiyyət var. Amma ki, bəzən elə olur ki, biz də, hani, darıxanda, eləyəndə falan və o vətən ayrı bir şeydir, dövlət ayrı bir şeydir. Vətəni darıxmaq, çünki həqiqətən mən ona görə, məsələn, hamını bir yerə yığıram ki, bir yerə Azərbaycan dilini eşitməmək, o dili eşitməmək, düzdür, mən sizdən daha, necə deyirəm, şanslıyam ki, mən ailəmlə yaşayıram mən burada. Evdə olur falan filan, amma bəzən məsələn şəhərdə birisi Azərbaycan dilini danışır, çünki türk dili çoxdur. Türk dilini hamı eşidir, türkçəsini hamı eşidir, o ayrı. Amma Azərbaycan türkçəsini öz dilimizi eşidəndə artıq bizə şey olur. Ona görə də ki, bir də belə bir kisim var. Səni otur yerində, yəni ikisi ilə də barışa bilmirsən. Ya deyirsən ki, paylaşırsan falan, sonra deyirsən ki, orada keyf edirsən də bütün günü falan filan deyə, bir də bizi gör falan deyə. Bir də var ki, oturduğun yerdə nə şey deyirsən, qürbətçilik mənə, artist eləmə falan yazanlar da var. Ona görə yəni şeydir, anladım ki, deyirsən. Belə. Məsələn, mənim, üzr istəyirəm. Mənim seçmək şansım olsaydı, mən Azərbaycanı seçərdim yaşamaq üçün. Yəni, belə bir, bu təbii ki, insanın hədəfləri ilə, gördüyü işlə, təhsil planları ilə falan da əlaqəlidir. Amma mənim seçib yaşamaq, cəmiyyətə daha çox fayda vermək və dəyişmək kimi planlarıma görə mən Azərbaycanı seçərdim yaşamaq üçün, nəinki başqa bir xarici dövlətə. Belə, proqramımız çox genişdir və bunu davamını da çəkəcəyik təbii ki olaraq. Öncəliklə təşəkkür edirəm gəldiyiniz üçün Gülşən və Məhəmməd. Çünki Məhəmməd Bezansovdan gəldi. 3 saat təşəkkür edirəm. Mən də Strasburgdan yarışmaya katılıyorum. Yarışmaya katılıyorum. Ayrıca hamımıza təşəkkür edirəm. Rahat olma Gülşən. Məhəmməd təşəkkür edirəm. Xüsusi təşəkkür istəyirəm. Bəli, təbii ki, sən hak edirsən hər şeyi. Hak ediyorsun sən bana deyə. Məhəmməd çox sağ ol gəldiyin üçün, mənim proqramda iştirak etdiyin üçün. 55
abunə YouTube kanalıma. Və Çanta TV-nin Atilla Show'un 4-cü bölümünün qonuğu olaraq sanıldım. Ümid edirəm Atilla Show böyüyər və Axırıncı olsun. və aynen o qədər böyüyər ki, sonra bir dəfə biz Atilla Show'un 4-cü bölümündə belə bir şey danışmışıq. Gülşən, sənə təşəkkür edirəm. Artıq mənim Çanta TV-nin artıq 4-cü proyektində yer alırsan. Çox təşəkkür edirəm mən. Yalnız buraxmadın, gəldin, iştirak edin, öz fikirlərini bizimlə bölüşdün. Ümid edirəm səninlə də axırıncı. Düşünürəm ki, sən bu məsuliyyətin fərqindəsən və bir dəyər qatmağa çalışırsan və daha yəni gördüyün işlərdə nəsə məna axtarmağa çalışırsan və ona görə mənə də maraqlı gəlir, düzünü desəm. Bu ciddi həyatımdan kənarda mənə də maraqlı gəlir. Çox sağ ol. Və buna bir özümü tərifləmək kimi çıxmasın. Mən burada çıxdı. Strasbourgda mən hamını bir yerə toplayan insan profilindəyim, amma həm hamını bir yerə toplayıram, hər kəsi bir-biriyle tanış edirəm, amma Gülşən neçə illərdən sonra məni birisiyle tanışdırdı. Gülşəndir, Məhəmmədlə tanış elədi. Yəni çox sağ ol ki, yəni Gülşən Məhəmməd kimi bir insanla tanış olubsan, yəni sizinlə dostluğunuz həqiqətən bir qırırsız bir-birisi. Bu yaxın dostluqla qaynaqlanan bir şeydir. Belə. Neçə il oldu? 2009-dan hesabla. 6 il. 6 il. Bəli. Görürsünüz 6 ilinin 6 ili də var. Təşəkkür edirəm, çox sağ olun. Çanta TV-nin növbəti bölümdə görüşənə qədər bitdi. Çox təşəkkürlər. Belə də bir şey deyək. Çay. Yemək.